Peyğəmbər oğluna dünyanı təng eləyiblər. Dünyanı təng eləyiblər. İmam Hüseyin səhralara düşüb sənə görə, mənə görə. Çöllərə düşüb. Kərbəlaya baxın, Kərbəla hardadır? Mədinədən gələndə birinci Nəcəfdir, Küfədir, sonra Kərbəladır. Heç sual verməmişsiniz özünüzə ki, İmam Hüseyin Küfəyə gedirdi, gedib Kərbəlaya, Küfəni keçib getməlisən Kərbəlaya. O səmtdən gələndə. Niyə görə? Bəs niyə Kərbələdaydı İmam Hüseyin? Çünki icazə vermədilər Küfəyə daxil olsun. İmamın üzünə şəhərin yolunu bağladılar. Adam necə pərt olar ailəsi uşağı ilə gələ, qapının üzünü açmayalar. Bəs Mədiniyə niyə qayıtmadı Peyğəmbər şəhərinə? Orada qoymadılar getməyə. Səhraları dolanır. Səhraları dolanır. Bəs sual verirəm, niyə Kərbəlada dayandılar? Çünki gördü orada su var. Fərat çayı var. Uşaqlar səhrada suyun yanında dayansınlar ki, susuzdan ölməsinlər. Bu karvan hərəkətdədir. Artıq görsən, ağlamaq səsləri gəlməyə başladı məclisdən. Bax, budur Hüseynin möcüzəsi. İmam Hüseynin möcüzəsi budur. Yeryüzünün cənnət sakinlərinin kərvanıdır bu. Yeryüzündə cənnət sakinləri hamısı toplaşıb bu kərvana. Cəbrail bu kərvanın xidmətçisidir, mələklər xidmətçisidir. Heç vaxt bu qədər parlaq insan bir yerə toplaşmayıb, bir kərvanda olmayıb. Hərəsi bir günəşdir, parıldayır. Bəni Haşim cavanları, xanımları dövrəyə alıblar, onları qoruyurlar. İmam Hüseyin gördü ki, atı hərəkət eləmir, Zülcanah dayandı, at dayandı. Yazırlar və nəzərə ileyhim və bəka. Hüseyin baxdı xanımlara gözaltı və ağladı. Göz yaşı tökdü. Bu karvanın ən qoca adamlarından birini çağırın, çağırdılar. Bu yeri tanıyırsan, bu yerin adı nədir? Dedi, Neynəva Şəddül Furat. Dedi, başqa bir adı yoxdur. Dedi, ağa var, bir adı da var, Kərbəladır. Dedi, Kərbəla deyəndə biraz ucadan ağladı İmam Hüseyin. Dedi, yükləri boşaldım, bura Kərbəladır. Bu, babam Peyğəmbərin xəbər verdiyi, atam Əlinin dediyi yerdir. Anam Zəhra vəsiyyət eləyəndə atama nə dedi? Dedi ki, uşaqlarımı sənə tapşırıram və Kərbəlada susuz öldürüləni Hüseyinə ayrıca tapşırdı. Kərbəla hamısının dilinin əzbəri idi. İmam Hüseyin dedi, bu həmin yerdir. Xeymələri salın, xeymələri qurun. Başladılar çadır qurmağa. Bilmirəm, xanım Zeynəb indi nə haldaydı, bax bu saatlarda. Uşaqlar nə hala qaldılar? Xanım ağladı, gəldi, dedi ki, qardaş, bu nə yerdir, ayağımı qoyandan dünyanın qəm ürəyimə çöktü. Hüseyin, gedək buradan, qorxuram bu səhra səni məndən ala. Ay, bütün gedənlərimin yadigarı. Zeynəbi bugün hörmətlə dəvədən yerə indirirlər. Bir əlindən Əli Əkbər tutub, bir əlindən Qasim. Əvvəlfəz dizini qoyub yerə, Zeynəb kəcavədən düşür. Hamısı dövrəyə alıb xanım Zeynəbi. Həlqə kimi Bəni Haşim dövrəyə alıb xanım Zeynəbi. Belə hörmətlə daxil oldu Həzrət Zeynəb Kərbəlaya. Bəs Kərbeladan necə getdi Zeynəb? Kərbeladan gedəndə birisi necə getdi? Bir o əsir uşaqları dəvələrə mindirir, Rüqəyyəni, Səkinəni, xanım Rübabı mindirdi. Sonra özü qaldı, gördü köməyi yoxdur, bir nəfər qolundan tutsun, qalıb namərd arasında, naməhrəm içində. Onda deyir, qeyri-ixtiyarı üzün dolandırdı Əlqəmə kənarına. Dedi, əvvəlfəz görmürsən, bacın köməksiz qalıb. Bəs məni kim mindirsin dəvəyə? Bəs mən necə gedim?
Görmürsən köməksizəm. Həzrəti Müslümün adını çəkim bugün və sözümü tamamlayayım. İmam Hüseyin yoldaydı, xəbər çatdı ki, Müslümü Küfədə öldürüblər. İmam Hüseyin ağladı, qızını çağırdı, dedi, Müslümün qızını çağırın. Bilir axı, uşaq yetim qalıb, uşaq özü bilmir hələ. Gördülər ki, aldı dizinin üstünə, Müslümün balasının başına sığal çəkir, nəvaziş eləyir. Mən deyirəm, ya Əbi Abdullah, uşaqların görürdü bu mənzərəni. Bəs sən şəhid olandan sonra sənin uşaqların yetim qalanda bir nəfər yox idi onlara təskinlik versin, onlara ürək-dirək versin. Onlar ağlayanda onların başına sığal çəkən yox idi, qamçı ilə cavab verirdilər, onları döyürdülər. Həzrəti Müslümə təvəssül edirəm, çox qərib idi bir şəhər namərdin içində. Müslümün içində bir dərdi var idi ki, Hüseynə xəbər verim, gəlməsin Küfəyə. Eşitmişəm, uşaqların əlindən tutub gəlir, gəlməsin, günah məndə oldu, mən dedim ki, Küfə hazırdır. Bilmirəm, nədirsə Kərbəla şəhidləri hamısı özlərini günahkar bilib dünyadan köçüblər. Müslüm deyim, mən necə eləyim, mən niyə belə elədim, mən necə çatdırım, bir nəfər adam yoxdur, xəbərə alsın, çatdırsın. Kimin qulağına deyir, gedib İbn Ziyada deyirlər. Hüseynə deyin, gəlməsin Küfəyə, gəlməsin Küfəyə. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Söylə ginən gətirməsin Küfəyə nazlı Əkbəri. Zülm ilə qanına batar türrey müşk əmbəri. Bəlkə firəngi tək apar cümləyi Ali Heydəri. Zibh-i əzim üçün bugün Kuh-i minaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümi Küfədə firqeyi zülam. Qardaşının uzun qolu görmə rəva ola qələm. Bacıları ayaq yalın dəşti bəlaya gəlməsin. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd bəlaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərduzən, şura gəlibdir xas-u am. Nohə edər bu natəvan, ruzu şəb ağlayar müdam. Tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Üzün dolandırdı Kərbəla yoluna. Müslüm binanın damından yerə atırlar. Üzün dolandırdı, gördü, heç bir əlac yoxdur. Ancaq bunu deyə bildi. Əssalamu aleykə ya Əba Abdillah. Salam olsun sənə ya Əba Abdillah. Bu salamın cavabını bilirsiniz nə zaman eşitdi Müslüm? İmam Hüseyin meydanda tək qalanda, baxdı sağa, baxdı sola, gördü da köməyi qalmayıb. Onda birisine dedi, ya Müslüm ibn Əqil, ya Hani ibn Ürvə, ey Müslüm, ey Əqil, ey Müslüm, ey Hani, qumu an nəvmətikum, qalxın yuxunuzdan. Müslüm, dur ayağa, sən imamı tək qoymazdın, görmürsən tək qalmışam. Bu Müslümün salamının cavabıydı. Əla lənətullah ələl qavmiz zalimin.